Salam əziz izləyicilərim. Bu günlərim mən sizə yaşıl badam mürəbbəsinin hazırlanmasını izah eləyəcəm. Əvvəlcə badamları təmiz-təmiz yuyursan, tükü qalmasın deyə. Əvvəlcə yuduğumuz badamların hər iki tərəfini yaxşı-yaxşı kəsirik ki, meyvəni şirəyə qoyanda şirə canına hopsun. Təmizlədiyim meyvələri tökürəm bir ləyənə, üzərinə isti su əlavə eləyirəm. Qoyuruq odun üzərinə. Odun üzərində 15 dəqiqə qaynayandan sonra onları çıxardırıq, aş süzənə qoyuruq. Aş süzənə qoyundan sonra gördüyünüz bu qaynatdığım suyu tökürəm o yana. Üzərinə şirə düzəldirəm. Mən sizə onu deyim ki, mənim hazırladığım 5 kiloqram badam meyvəsidir. 5 kiloqram da şəkər tozu əlavə edib şirə düzəldirəm. Şirənin meyvələri şirənin üzərinə əlavə edib odun üzərinə qoyuram. Üzərində 1 saat biraz şirəyə düşəndən sonra 1 saat fasilə verirəm. Əziz izləyicilərim, sizə çəkib göstərməyi unutdum. Deməli, mən o qaynayan odun üzərində olan mürəbbənin üzərinə 15 ədəd mixək əlavə elədim və bir dənə limonun parası, soyub doğranmış limonun parasını əlavə elədim. Qaynayan mürəbbənin kəfini yığıram. Ona görə yığıram ki, o kəfli qalanda həm qızqırma verir, həm də mürəbbənin dadını qaçırdır və mürəbbənin necə bişib-bişmədiyini bilmək üçün bir quru boşqaba əlavə eləyib gözləyirik. Bişdiyini bilib-bilməmək üçün üzərinə yığılan köpüklərdən bilmək olur. Buyurun, mürəbbəmiz tam şəkildə hazırdır. Nuş olsun, bizə də nuş olsun, bişirən hər kəsə nuş olsun. Zəhmət olmasa yorum bölməsində bu mürəbbəni kim necə bişirir o haqqında məlumat verə bilərsiniz.